Bakıda 2 günə necə iş tapdım? Gələndən hər yeri CV atırdım. Ya təcrübə istəyirdilər, ya da rus dili. Bu kafe shop'a da tam random girdim. CV'mi verib çıxdım. Açığı çox da ümidli değildim, amma sonra mənə geri dönüş etdilər. Növbəti gün üçün müsahibəyə çağırdılar. Kafe shop Nərmanovda yerləşir. Evimə də yaxın olduğu üçün mənə getməyə rahat oldu. Və sonunda müsahibədə danışıb razılaşdıq. Ən maraqlı hissə hələ indi başlayır. Günə espresso yoxlamaqla başladıq. İlk öncə dadını hiss etmirəm. Sonra artıq dadını üz ifadəmdən anlayın. Artıq kafe aparatı ilə işləməyə başlayıram. İşləyirəm, orası biraz şübhəli. Sanki daha çox kafe aparatı ilə müharibəyə girmişəm. Uzun müddət cəhddən sonra axır ki alındırırım. Özüm də inana bilmirəm. Bəzən çox gözləmək yox, hərəkətə keçmək lazımdır. İzləmədə qalın.